Mifdir yoxsa fakt suallarına keçmək istəyirəm. Saat 6-dan sonra yemək kökəldir. 50-50-yə. Baxır nə yeyirsən. Bəli. Mən gün ərzində heç nə yeməyim, amma indeksi aşağı da olan qidaları gətirim, axşam yeyim, oturum. Bu təbii ki, düzgün yanaşma deyil. Deyil. Saat və qədər mütləq rol oynayır. Stres yeməkdən daha çox kökəldə bilər insana. Stres prosta iştah hormonunu bloklayır. Yəni doyduğunu hiss etmirsən, o zaman artıq qədərin kontroldan çıxır. Bəs az yemək insanı daha çox arıqladır. Yox, az yemək insanın bədənində metabolik sürəti aşağı salır və maddələr mübadiləsi düzgün işləmədiyi üçün heç nəyə nail olmursan. Bədən blokajlanır. Yəni çəkin nə gedir, nə də o bir deyirsən vallahi heç nə yemirəm, amma çəkim getmir. Çəki getmir. Səbəb budur. Bəs bədən bütün makro mikro elementləri nədən alsın, necə alsın? Çörək yemək arıqlamaya mane olur. Yox. Düzgün seçim və miqdar. Bəs meyvə yemək axşam. Axşam olmaz, meyvə təbii şəkərdir. Meyvənin də qədəri, meyvəni qatmaq olmaz. Bir növ meyvə gün ərzində saat 4-ə 5-ə qədər qəbul edə bilərik. Axşama doğru olmaz.